Ad gününüz var. Tortsuzda heç bir ad günü keçməz. Mən də sizinlə birlikdə tort hazırladım. Dondurma dadında. Resepti kaydedin ki, itirməyəsiniz. Reseptini aşağıda qeyd edəcəm. İlk konfiturdan başladım. Çərəyə yudum halqa doğrayıb qazın üzərində suyu çıxana kimi bişirdim. Qarışdırmadan. Qıraqda besok və qarıqdalın nişastanını qarışdırıb üzərinə əlavə edib ehmalca qarışdırdım. 4-5 ədəd limon duzu. Rəngi dönməsin. 2 dəqiqə bişirdim. Tez soyulması üçün ayrı qaba tökdüm və plyonka ilə ağzını kip bağladım, üzəri qurumasın və qoydum soyumağa. Mikserimdə çıxardıb çiz kremi hazırlamağa başladım. Ürək vurmayan ideal krem. Şəkər pudrası ilə krem pendiri çalıram, qaymağı əlavə etdim, qarışdırdım. İstəsiz torsu yarı bölüb kremi az edə bilərsiniz. Bu kremi tortun üzərinə qatacağam. Biskviti gecədən hazırladım. Biskvitləri 2 hissəyə bölüb, plyonka ilə suyu qarışdırıb biskvitləri isladıram. Kremi yaxıb soyuq çələyə düzürəm. Bu üsulla çələ əzilmir və dənidən qalır. Prosesi 3 kursla davam edirəm. 4-cüsü ilə tamamlayıram. Böyründəki çıxıntıları səliqəli şəkildə kəsirəm. Üstünü də kremləyib 2-3 saatlıq qoyuram soyudacağam. Qalan kremə quşonka qatdım. Yüngül havalı olmaq üçün. Kremi yenidən çaldım. Tortu hamarlaşdırıb bəzədim. Çələyi 2 yerə bölüb sırayla düzdüm və qızıl falqadan istifadə etdim. Oğlum da mənə kömək etdi və bu da nəticəmiz. Mən çox bəyəndim. Çaysız belə yedim. Ürək vurmayan tort alındı. Əsl yay tortu. Bəyəndinizsə like və takip atmağı unutmayın. Hələlik.